Dul gəlin. Yaxşı, onda mən neynəməliyəm? Əl qolumu sallayıb otura bilmərəm axı. Artıq elədiyini eləmişsən, oğlum. İndi sakit oturub gözləyəcəksən. Sənin arxanca düşən müstəntiq var idi, ha? Aha. Vəssalam. O bir də səni narahat eləməyəcək. Dostum, indi sənə bir can borcum var. Onda bu evdə niyə qalır, hə? Niyə çıxıb öz evinə getmir? Bacım, əri ilə münasibətləri yaxşı deyil. İndi gedib Cəfərdən polisə şikayət ərizəsi yazacaqsan. Hə, 2-3 ay oturub çıxsın. Bəlkə ondan sonra bu boşbaşı işləyər. Qardaşımı işdən çıxarmısan. Bu düzdür? Düz eşitmisən. Dursunxan adlı adam sizə işləyib, hə? Görürəm söhbətimiz uzanacaq. Gəlin içəri keçin, orada danışaq. Hər şey yaxşıdır, gəlin bacı. Səndən xahiş edirəm, mənə gəlin bacı demə. Çox bilmişdik. Həyatda insana çox zərər vurur. Sizin məsləhətinizi mütləq nəzər alacağım. Mənim otağıma girməyinə bir bax. Nədir? Sənə mane olur? Ümid eləyirəm, aranızda heç nə yoxdur, Fərhad. Kim bilir? Bir bacıdan canını qutarıb, indi də o biri bacının caynağına keçmişsən? Bacım görəcək. Sonra gərək bütün həqiqəti ona danışım. Mən çətin vəziyyətim olanda belə kömək istəmədim. Artıq vəziyyətim yaxşı olanda kömək istəyəcəm. Yadından çıxartma. Lazım olsa, bir də təkrar eləyəcəm. Mənə sizin bir qəpiyiniz də lazım deyil. Rədd ol buradan. Bir də məni narahat eləmə. Yaxşı. Gedərəm. Amma gəlmişkən bir dəfə Qumru ilə görüşüm də, hə? Onu çağırın. Hə. Gözləyirəm burada. Yaxşı? Gedin. Ya sən doğrudan dəlisən, ya da özünü belə göstərirsən. Təhqir eləməyin. Xahiş edirəm. Mən onsuz da Qumru ilə danışmamış heç yerə getməyəcəm. İstəyirsiniz, qohum qonşunu yığın bura. İstəyirsiniz, lap polis çağırın. Xeyri yoxdur. Çünki mən fikrimdən dönməyəcəm. Məni fikrindən döndürən hələ doğulmayıb. Qısa desək, mən çox qətiyyətli insanam. Başa düşdüm. Bax belə. Deməli, inatkarsan. Elədi. Onda atana zəng eləməkdən başqa çarəm yoxdur. Nə? Gözləyin, dayanın görüm. Lazım deyil. Bugün də olmasa, nə vaxtsa işdə görüşəcəyik də, elədir? Yaxşı ağlıma gəldi, hə? Yaxşı. Bax, indi başın işdədir. Yaxşı, sağ olun, hələlik. Mən getdim. Yol bu tərəfdəndir. Yenə də böyük danışırsan. Qumru üçün də heç asan deyil. Humayun eybi yox. Amma bu gicbəsərlə bir yerdə işləmək mümkün deyil. Qapı açıq idi, ona görə girdim. Bağladın? Nə? Deyirəm, qapını bağladın? Yox, bağlamadım. Niyə bağlayayım ki? Vay, get bağla da. Birdən evə oğru ya da başqa kimsə girər. Mən buradayam, narahat olmayın. Birdən yatıb qalsa necə olacaq?
Yox, yox, mən həmişə ayıq oluram. Bəzən adam bilmədən şirin yuxuya elə gedir ki. Belə olsa axırımız necə olar? Get qapını bağla gəl. Yoxsa özüm gedim bağlayım. Yox, yox, gedib özüm bağlayaram. Maşında niye oturmuşsan Əbrar? İçəri girməyəcəksən? Mən biraz narahatam. Niyə? Bilmirəm. Qorxursan? Kimdən? Manav bəydən. Hə, əgər sizə kömək elədiyimi bilsə, ikimiz üçün də pis olacaq. Axı sən özün dedin. Dedin ki, ustad deyib, Gülsümü daha izləmə. Məsələ tapşırığın vacibliyində deyil. Sədaqətdədir. Ustad xəyanəti bağışlamır. Buna özüm şahid olmuşam. Yaxşı, deməli, belə çıxır ki, içəri Manav bəydən qorxduğun üçün girmirsən? Fikirləşirsən o buranı tapıb gələcək? Yox, yox. Artıq gecdir. Tapa bilməz. Lap yaxşı, onda içəri gəl də. Yaxşı, birazdan gələrəm. Siz gedin. Qapını bağlayıb gələrsən. Yaxşı, çəkinmə, rahat otur. Hə, yaxşı. Xasiyyətin görünüşündən heç uyğun gəlmir. Çox çəkingən, həm də utancaqsan. Hə, xasiyyətim elədir. Yuxun gəlmir ki. Başa düşmədim, niyə soruşursunuz? Deyəcəkdim ki, əgər yuxun gəlmirsə, oturaq söhbət eləyək. Ana, yuxum gəlmir. Ana, bu əmi bizlə burada qalacaq? Hə, burada qalacaq. Həmişə? Yox, həmişə yox. Siz də atamdan qaçıb gizlənirsiniz? Oğlum, lazımsız suallar vermə. Ana, televizoru aç baxım da. Gedək. Hə, mən artıq gedim. Belə demə, biz qorxuruq. Atam, anam narahat olacaq. Biraz da otur da.
Heç olmasa sənin üçün qəhvə hazırlayım. İçib sonra gedərsən. Yaxşı. Oldu. Bu dəqiqə. Buyur. Sağ olun. Soruşacaqdım, İmran bəy tək qorxmur. Yox, qorxmur. Televizor işləyir. İndi oturub televizora baxır. Deyirəm, tək qalar qorxar. İmran bəy oğlan uşağıdır. Hər şeydən qorxmur. Həyəcanlanmır. Özünü yaxşı aparır. Axı o kişidir. Əsas odur ki, o özünü itirmir. Bütün kişilər belə olmalıdırlar. Düzdür? Hə, elədir. Oğlan uşağı da həyəcanlanıb qorxar. Əsas odur, heç nədən çəkinməsin. Həm də biraz sərbəst olsun. Ürəyini titrədən qorxu əslində ciddi bir şey deyil. Bəlkə də adi bir təşvişdir. Buna nə deyirsən? Doğrusu, onun indi 5 yaşı var. Yaxşı, sən qəhvəni iç. Mən birazdan gəlirəm. Yaxşı. Beş yaşlı uşaqda hiss nə gəzir? Adamı lap qəribə hala saldı. Of. Gəlin bacı, hələ yatmamısınız? Mənim yerim buradır. Gəldin. Salam, xoş gördük. Salam, necəsən Arzu? Yaxşıyam.
Bunu nahaq yer eləyirik. Hər dəqiqə görüşmək yaxşı deyil. Deyirlər ki, su səhəngi suda sınar. Qızımız görsə heç yaxşı olmayacaq. Qumru işdən çıxdı. Bilirəm. Mən özüm belə məsləhət gördüm. Bunu nahaq eləmsən. Mən səndən bu məsələ haqqında danışmağa gəlmişəm. İş öz yerində, amma Qumruya istirahət lazımdır. Onun niyə getdiyini bilirəm. Bilmirəm sənə deyib ya yox, amma Humayun adlı oğlana görə işdən çıxıb. Hə, deyib. Sən gərək o oğlana nəzarət eləyəydin. Sən səhv eləyirsən. Qumru sadəcə çox əsəbidir. Humayun yaxşı oğlandı. İnan mənə, elə Qumru da onu çox sevir. Mən də Qumrunun xoşbəxt olmağını istəyirəm. Əgər Humayun yaxşı insan olmasaydı, mən onu çoxdan işdən qovardım. Mən əminəm. Humayun Qumrunu xoşbəxt eləyə biləcək yeganə insandır. Biz cavanlara düzgün məsləhət verməliyik. Qumrunun da, Humayunun da bu hərəkətlərinə sakit dayanıb baxa bilmərik. Bu nə vaxta kimi davam eləyəcək? Humayun keçmişdə Qumruya çox əzab verib. Keçmişdə kim səhv eləməyib, Arzu? Bu həyatda hər kəs səhv eləyir. Mən heç nə deyə bilmərəm. Qumru evdədir. Hə, De ki, onu burada gözləyirəm. razı sala bilməyəcəksən. Onda sən razı sal. Yaxşı, çalışaram Qasım. Arzu, Arzu. Bəlkə sən də mənim cavanlıqdakı səhvlərimi bağışlayarsan. Bacı lazım deyil, qardaşını məcbur eləmə. Bəlkə o qızı sevir? Ay qız, sən nələr düşünürsən axı? Mən qardaşımı daha bir əxlaqsızın əlinə verə bilmərəm. Başa düşdün? Sən gəl söhbəti uzatma. Sənin xətrinə dəysə də deyəcəm. Mən nə desəm, o olacaq. Başa düşdün? Deyirəm ki, başa düşdün? Yaxşı. Fərhad, buradasan. Hə? Nə olub? Qızların, Qızlarıma nə olub? qızlar yoxdur. Kimsə onları aparıb. Vay, ay Allah. Nə? Kim? Yenə ulduz aparıb? Hə? Bu dəfə kimin apardığını görməyiblər. Sizi görüm lənətə gələsiz. Bizi lap bezdirdiniz. Onları bacından başqa kim apara bilər? Yoxsa onları sən özün aparıb bacına vermisən, hə? Böhtan atmayın. Böhtan? Nə sizdə, nə də ananızda. Vicdan deyilən şey yoxdur, ay qız.
Dedim danışığınıza fikir verin. Bir qızı əxlaqsız kimi orada burada başqa kişilərin əlində oyuncağa çevrilib. O biri qızısa yeznəsi ilə bir evdə yaşayır. Sənin anan hara baxır? Hə? Hara baxır? Yoxsa anan da küçənin qocaları ilə əylənib vaxt keçirir, hə? Yaxşı, bəsdir. Kifayətdir. Anam haqqında belə sözlər danışmayın. Ey, yaxşı, bəsdir, qutarın. Bacı, lazım deyil. Lazımdır, qardaş. Lazımdır. Bəlkə də bunları elə öz anaları öyrədir. Bacı, mənim uşaqlarım yoxa çıxıb, qutar bu söhbəti. Sən nə dərddəsən, mən nə dərddəyəm. Aydın məsələdir ki, onları o əxlaqsız götürüb aparıb. Sənin uşaqların başqa kimə lazımdır? Alo, Alo, axı səndən razılığa gəlmişdik. başa düşmədim. Nədən danışırsan? Niyə qızları götürüb aparmısan? Hə? Nə? Onları mən aparmamışam, zarafat eləyirsən? Məndən oyun oynama, bəsdir. Nə? Niyə oyun oynayıram? Qızlarım hardadır? Uşaqlarım hanı? Alo. Lənətə gələsən. Onları ulduz aparmayıbsa başqa kim apara bilər? Fərhad, o səni aldadır. Sizin kimi bacı ayıb olsun. Ey, dilin yaman uzanıb ha. Yaramaz. Aydan! Dayan görüm. Niyə çıxıb getdin? Axı hara gedirsən? Dostlarım mənə söz atır. Sənsə sakit baxırsan. Sən kişisən? Hə, kişiyəm. Əgər sən bir də belə danışsan, dilini yerindən çıxararam. Yenə deyəcəm, sən kişi deyilsən. Ey, Əlimi buraxın görün. Axı siz niyə qarışırsınız? Kimsiz? ey. Əgər bir də əlini qaldırsan, əlini yerindən qopardaram. Bir də bu qızla danışsan, başını üzərəm. Ay əmi. Məni başa düşdün? Əmi. Dedim, başa düşdün? Əlinizi çəkin. Deyirəm, məni başa düşdün? Hə də başa düşdüm. Siz niyə qarışırsınız, İndi sənə niyə qarışdığımı göstərərəm. Bir də bu qızın yoluna çıxmayacaqsan. Yoxsa başını yerindən qopararam. Başa düşdün? Rədd ol! Görəsən bu adam kimdir? O adi adama oxşamır. Axı Aydanla nə əlaqəsi ola bilər?
Qumru, geri qayıt. Qayıtmaq istəmirəm, xala. Qasım Humayun haqqında mənə hər şeyi danışdı. Sən dediyin kimi pis oğlana oxşamır. Mən demirəm ki, o pis oğlandı. Sadəcə bir-birimizə uyğun deyilik, vəssalam. Tale yollarınız kəsirsə pis olmazdı. Aydan, qızım nə olub? Bu qıza nə olub görəsən? Bilmirəm. Aydan! Aydan, qızım. De görüm sənə nə olub? Aç qapını. Ana, məni rahat bırak. Heç kimi görmək istəmirəm. Nə oldu? Ürəyimi sıxma qızım. Aç qapını. Aydan, bacım, xahiş eləyirəm, qapını aç. Qumru, məncə xeyri yoxdur. Qoy tək qalsın. Özünə gəlsin. Sonra danışarıq. Uğur olsun. Ne olub? Niye ağlayırsınız? Qızlarım, mənim qızlarım yoxa çıxıblar. Necə yəni? Məktəbə gediblər, amma qayıtmayıblar. Müəllimləri də axtarırlar. Bu çox pis oldu. Bəs siz hara getmək istəyirsiniz? Mən polisə müraciət eləmək istəyirəm. Yox, yox. Polisə getmək lazım deyil. Siz sadəcə zəng eləyin. Mən özüm də onları axtaracağam. Xahiş eləyirəm. Yalvarıram, uşaqlarımı tapıb verin. Siz ağlamayın. Hər şey yaxşı olacaq. Yaxşı. Alo. Əbrar, sən indi hardasan? Maşın sürürəm, Qabilin yanına gedirəm. Hələ getməmsən? Bu qədər vaxtı harda veyllənirdin? Bir-iki işim var idi. Hey, mənə bax. Qabil balaca uşaqdır. Özü öhdəsindən gələr. Sən tez evə gəl. Yaxşı, ustad. Ulduz xanım, siz indi içəri keçin. Uşaqları mənim öhdəmə buraxın. Özüm onları taparam. Çox sağ olun. İçəri keçin. Alo. Ağlayırsa ağlasın da. Mənə maraqlı deyil. Ağzını bağla, ona yazığın gəlməsin. Başa düşdün? Yaxşı. Danışığına bir bax. Çünki anasının mənə yazığı gəlmədi. Yox, yox. Bu işim yaxşı deyil. Deyirəm, bəlkə mən səhv eləyirəm, ha?
Alo. Qulaq as mənə. Uşaqlara şirniyyat al ver, oyuncaq al ver. Qısası nəsə elə də, nə istəsələr al ver, yaxşı? Anası məndən əlaqə saxlasın, sonra evlərini aparıb qoyarsan. İndi Ulduz bu haqda bilir. Alo. Yaxşı, mən indi gəlirəm. Gecənin bir yarısı burada nə edirsən? Evə getsən olmazdı? Ata, sənə nə dəxli var, ha? Bir anın içində məni işdən çıxartdın. Bacın düz deyir. Səni nəzarətsiz qoymaq olmaz. Nə vaxta kimi belə gəzəcəksən? Ömrümün axırına kimi. Sabahdan işə çıx. Nə oldu? Fikrindən daşındın? Axı deyirdin, qərarını dəyişməyəcəksən. Məcbur oldum. Vaxt gələr ata olarsan, onda məni başa düşərsən. Ona qədər bunu hiss eləməyəcəksən. Yaxşı. Səni bağışladım, ata. Yaxşı, indi mən gedim. Olar? Yaxşı? Hey, hara gedirsən? İçəri gedirəm. Dostlarım məni gözləyir. Biraz oturub qayıdacam, yaxşı? Sən də get, get. Mən onlara gəlirəm demişdim. Dayan. Mənə bax, hey. Ata, qolumu bırax. Maşına otur. Ata, məni gözləyirlər. Mənim bir sözümü iki eləmək istəyirsən? Yaxşı, oldu. Otur maşına. Sənə demişdim axı Qumru. Bilirdim gözünə gələndə çıxacaq. Hə qızım, başda. Danış görüm nə olub. Mən... Otur, getmə. Narahat olma. Bizim səndən gizli heç nəyimiz yoxdur. Rəfiqəmlə dalaşmışıq. Yox, Aydan. Əvvəldən başda. Müəllimim dedi ki, illik qiymət qoymayacaq.
Aydan, Yaxşı oldu. Düzünü deyəcəm. o oğlanı o dəfə səndən bir yerdə görmüşdüm. Bu onunla bağlıdır? Demək düz təxmin eləmişəm. Kimdi xala? Özünü bilməməzliyə vurma. Sən də dünən onu görmüşdün. Qumru? Hə, görmüşdüm. Hə, elə bildim sizin xəbəriniz yoxdur. Ona görə heç nə demədim. Həm də onsuz da o qədər probleminiz var. Sən yenə də deməliydin. Əgər indi buna göz yumsaq, onda problem daha da böyüyəcək. Mən ağılsız qız deyiləm, ana. Nədir, siz məni uşaq hesab eləyirsiniz? Sən davam elə qızım, sözünü de. Bugün kollecdən qaydanda dostları mənə söz atdılar. Osa ağzını açmadı, sakitcə baxdı. Başa düşdüm. Gördün qızım, bu dünyada səni sevən yeganə insan yalnız anandır. Sabah səndən kollecə mən də gedəcəm. Kimlərin sənə söz atdığını göstərsən, hamının yaxşıca payını verəcəm. Bir də sənə yaxınlaşmayacaqlar, arxayın ol. Mənim gözəl qızım. Anacan, səni çox istəyirəm. Mənim ağıllı qızım. Yaxşı, oldu. Çox sağ olun, minnətdaram. Hə, soruşdunuz? Hə, Aydana söz atan oğlanlar varlı ailələrin uşaqlarıdır. Kollecdə həmişə dələduzluq eləyirlər. İndi nə eləmək istəyirsiniz? Aydanı başqa yerə köçürmək istəyirəm. Kolleci dəyişsəz belə, onlar onsuz da Aydanın ünvanını bilirlər. Yaxşı, bəs onda neyniyim, Qumru? Başqa yolumuz yoxdur axı. Arzu xala, məncə qızınıza görə qürurunuzdan əl çəksəz yaxşı olar. Hə? Nə demək istəyirsən? Aydanın atasına müraciət eləyin. Mən əminəm, Qasım bəy bu problemi çox tez həll eləyəcək. Yox, belə eləyə bilmərəm. Qızınız üçün bunu eləməlisiniz. Əgər sabah onun adına ləkə gəlsə, sonra peşman olacaqsınız. Alo, eşidirəm. Salam Qasım. Bu mənəm, Arzu. Necəsən? Mənə köməyin lazımdır. Məmnuniyyətlə.
Səni eşidirəm. Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub. Aydanın atası hələ sağdır. Ölməyib. Dayan. Ərim evdəki qadınlarla keyf çəkməlidir. Mən də burada yalqız oturmalıyam. Özünü kişi ilə müqayisə edən qadın xoşbəxt ola bilməz. Bütün şəhəri alt-üst eləməli olsan da, uşaqları tap. Bura çox darıxdırıcı idi. Cəfər, xahiş edirəm səhər tezdən əsəblərimlə oynama. Qızlarımı kimin oğurladığını bildim. Dəyişmisən Nömrə? Nəsə ciddiləşmisən? Hə, bugündən heç kimin atmacalarına sakit dayanıb qulaq asmayacağam. Yazıq uşaqlar analarına görə əziyyət çəkirlər. Qabil, bura bax. Sənin bu ulduzdan xoşun gəlmədi ki, gəlmədi. Səni hansısa qadın döyüb, amma yenə böyük-böyük danışırsan. O arxadan hücum elədi, Manaf bəy. Gün hardan çıxdı? Ata, Qumru işə qayıdıb. Bilirəm. Nə? Sən oradan bilirsən? Dedim ki, maşına otur. Yavaş ol. Hamısını yığıb masanın üstünə qoy. Sən olmayanda az qala məni öldürəcəkdilər. Bunu kim elədi? Deyin bu dəqiqə gedib başını qopardım. İstəyirəm Manav ətrafında xainlərin olduğunu bilsin. Xain kimdir? Bir axmaq hərəkətimə görə indiyə kimi əzab çəkirəm. İndiyə kimi. Qadının ürəyi çox zərif, həssas olur.